Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Seçinov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin nəzdindəki Təbabət Tarixi Muzeyinə gəldi. Əvvəlcə Mehriban xanım Əliyeva muzey ilə tanış oldu. Azərbaycanın birinci xanımına məlumat verildi ki, muzeydə tibb sahəsinə aid bir çox maraqlı eksponat, o cümlədən qədim əşyalar qorunub saxlanılır. Universitetin fəxri professoru xatirə nişanı və diplomunun təqdim etmə mərasimini giriş sözü ilə açan Seçinov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü professor Pyotr Qılıbıçka Azərbaycanın birinci xanımını salamlayaraq bildirdi ki, Mehriban Əliyeva bu ali təhsil ocağını 1988-ci ildə fərqlənməklə bitirib və onun üçün xoşdur ki, Heydər Əliyev Fondunun prezidenti təhsil aldığı universiteti unutmur və xoş xatirə ilə yad edir. Rektor Azərbaycanın birinci xanımına təhsil ocağına ayırdığı diqqətə görə dərin minnətdarlığını bildirdi. Universitetin prorektoru Pyotr Litvitski Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti və onun rəhbərliyi ilə həyata keçirilən layihələr haqqında geniş məlumat verdi. Bildirdi ki, Seçinov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin Elmi Şurası Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi xidmətlərinin etiraf əlaməti və onun səhiyyə, ətraf mühitin, sülhün və humanizmin qorunması ilə bağlı qlobal problemlərin həllinə əsaslı töhfəsinə görə ona ali məktəbin fəxri professor adı verilməsi haqqında qərar qəbul edib. Daha sonra fəxri professor mantiyası, xatirə nişanı və diplomu Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edildi. Qəbul olunmuş qərara və fəxri professor adına təltif olunmasına görə universitetin rəhbərliyinə və kollektivinə dərin minnətdarlığını bildirən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qeyd etdi ki, həmişə tələbəlik illərini, Moskvada təhsil aldığı dövrü, burada yeni biliklər dünyasına atılan addımlarını xoş xatirələrlə yada salır. Çünki ali təhsil ocağındakı illər yalnız peşəkar hazırlıq deyil, həmçinin həyat məktəbidir. Azərbaycanın birinci xanımı tibb sahəsində çalışanların həmişə yardıma ehtiyacı olanlara əl uzatdıqlarını xatırladaraq bildirdi ki, Heydər Əliyev Fondunun fəaliyyətində səhiyyə sahəsi mühüm istiqamətlərdən biridir. Mehriban xanım Əliyeva ötən il müstəqilliyinin 20-ci ilini qeyd edən Azərbaycanın uğurlarından, ölkəmizdə sürətli inkişaf prosesindən, sosial yönümlü iqtisadi siyasətin uğurlu nəticələrindən bəhs etdi. Bildirdi ki, Cənubi Qafqaz iqtisadiyyatının 80%-i məhz Azərbaycanın payına düşür. Son illər ölkəmizdə minlərlə məktəb, habelə paytaxt və regionlarda müasir tibb ocaqlarının və digər sosial obyektlərin tikilib istifadəyə verildiyini deyən Mehriban xanım Əliyeva ölkəmizdə sağlam gənc nəslin böyüməsi üçün geniş imkanların yaradıldığını qeyd etdi və Heydər Əliyev Fondunun geniş miqyaslı fəaliyyəti, o cümlədən səhiyyə sahəsində həyata keçirdiyi proqram və layihələrdən danışdı. Aprelin 13-də Birliyin Ulduzlara dövlətlərarası mükafatı ilə təltif edildiyini deyən Mehriban xanım Əliyeva bildirdi ki, bu mükafata görə ona çatacaq vəsaiti elmi tədqiqat işlərinin aparılması üçün Seçinov adına 1-ci Moskva Dövlət Tibb Universitetinin hesabına köçürülməsi haqqında qərar qəbul edib. Mehriban xanım Əliyeva Ali Təhsil Ocağının rəhbərliyinə bir daha təşəkkürünü bildirərək tədbir iştirakçılarını Azərbaycana dəvət etdi. Sonda xatirə şəkli çəkdirildi.